Hardasan eşkin gözəli, bəxtimin ayma həsəli. Hardasan eşkin gözəli, bəxtimin ayma həsəli. Nisfi yanan xeymədə mən muntəzirəm tez gələli, muntəzirəm tez gələli, muntəzirəm tez gələli, muntəzirəm tez gələli. Hamı aləmi dağlaram gəlsin, yarovi əli bağlaram gəlsin. Dünyadan doyub olmuşam xəstə, mənə Allahdan bir ölüm istə. Hamı aləmi dağlaram gəlsin, yarovi əli bağlaram gəlsin. Dünyadan doyub olmuşam xəstə, mənə Allahdan bir ölüm istə. Allahdan bir ölüm istə. Süd olmadı sinemde, hasret baktım yüzüne. Xəcaletimdən elimdən, gözüm düşsə gözüme. Əhdi və sən yetmisən, sinemi qan etmisən. Anovu gözdən atıb, hara oğul getmisən, hara oğul getmisən. Hamı aləmi dağlaram gəlsin, yarovi əli bağlaram gəlsin. Dünyadan doyub olmuşam Biz hal-hazırda Üçtəbə kəndindəyik, Cəlilabad rayonunda. Şeyx Elməddin Vəlişov Sadıqlı. Hər kəsin tanıdığı bir şəhiddir bu. Bir zamanlar hər kəs deyirdi ki, bir cənnət mələyi var, üzündən nur tökülən şəhid. Bəli. İmam Hüseyin əskərləridir bizim şəhidlərin hər biri. Hər birinin üzündə nur, hər birində qeyri-adi bir şəhidlik zirvəsinə ucalan, üzlərində olan təbəssüm, gözlərində olan təbəssüm və onların xasiyyəti. Şəhidlərin heç biri seçilmir. Hər birinə hansı ananı dindirirsənsə, deyir onun bir dəfə bizi incitməyib, bir dəfə bir pis hərəkətini görmədik, bir dəfə bu uşaq cavab qaytarmayıb. Həm qonşuların sevimlisi olub, həm müəllimlərin sevimlisi olub. Hər kəsin sevimlisi olub şəhidlər. Çünki onlar Allah Taala tərəfindən seçilmişdilər. Şəhidlər hər bir əzizdir. İstəyir 90-cı il, istəyir 2016-cı il, 2020-ci il. Bəli, bizim üçün 90-cı ildən bu yana vuruşan şəhidlər və şəhidlik zirvəsinə ucalan şəhidlər 90-cı ildən bu günə qədər nə qədər şəhid vermişdiksə, 44 günlük vətən müharibəsinin şəhidləri o şəhidlərin də qisasını aldı. Ruhlarınız şad olsun, əziz şəhidlərim. Bugün siz şəhidlər, Azərbaycan sizinlə qürur duyduğu kimi sizin də ruhlarınız göydə şaddır. Çünki vətən torpaqlarının hər qarşı azad oldu. İşğaldan azad etdiniz bizim torpaqları. Qarabağda tonqallar qaralmış. Qarabağda bayramlar keçirilir sizin şərəfinizə. Hər kəs bir ağızdan deyir. Ruhunuz şad olsun. Mənim əziz şəhidlərim. Əziz izləyicilər, biz hal-hazırda şəhid Elməddin Vəlişovgildəyik. Elməddin yuxu görən şəhidimiz. Öz şəhidliyin əvvəlcədən görmüşdü. 2016-cı ildə əskəri xidmətini yerinə yetirib qayıdandan sonra müharibə başlayıb. Və o müharibədə iştirak eləmək nəsib olmamışdı. Ancaq Elməddin arzu edirmiş ki, müharibə olsun və o müharibədə şəhid olsun. Elməddin bir neçə il əskərlik xidmətdən sonra oxuyur, ali təhsilli olur, dini əzbərdən bilir, Quranı əzbər oxuyurmuş, ilahiyyatçı olub.
Və qumda yatıb yuxusunda görüb ki, ananın dediyini danışım sizə. Görüb ki, İmam Hüseyin yuxusuna girib və yuxuda ona bir dəsmal verir. Dəsmalı verir, deyir ki, al bu dəsmal İmam Hüseynin dəsmalıdır. Sən bu dəsmala İmam Hüseyin üçün ağla və sənin arzun həyata keçsin. Sən şəhid olmaq arzusu ilə yaşayırsan. Bəli, Elməddin bilib ki, gəlib anasına demədən ancaq müharibə olacağını və o müharibədə şəhid olacağını dostlarına danışıb. Və elə də olub. Bir ay müharibədə könüllü gedib iştirak edib və bir ay sonra şəhidlik zirvəsinə ucalıb. İndi sizi mən Elməddinin anası ilə tanış eləyirəm. Bax, bu həmin o şəhidlik arzusu ilə yaşayıb, yuxuda şəhidliyini görən Elməddinimizin anasıdır. Hoş gəlmisiniz. Çox sağ olun. Şəhid məclislərində iştirak edirsiniz. Canınızı salamat eləsin. Nə yaxşı ki varsınız. Gəlirsiniz, bu şəhid məclislərini çəkirsiniz. Qoymursunuz ki, bu şəhid məclislər yaddan çıxa. Allah canınızı salamat eləsin. Həmişə var olasınız. Allah köməyiniz olsun. Gəlib bizim evi ziyarət eləyirsiniz. Bizim ev deyəndə şəhid Şeyx Elməddinin evidir. Şeyx Elməddinin şəhidlik otağıdır, muzeyidir. Oxuduğu dini məktəbdə, oxuduğu kitabları, dəftərlərin, paltarlarını gətirib yığmışıq bura. Gələn qonaqlarımız da yenə gəlib, xoş gəlib, səfa gətiriblər. Allah həmişə canları salamat eləsin. Bütün şəhid analarının qarşısında mən də baş əyirəm. O şəhidlər haqlarını bizə halal eləsinlər. Biz ana olsuq. Onlar qanları ilə, canları ilə tarix yazdılar. Allah onları o dünyaların versin. İmam Hüseyin əleyhissalamdan ayrı salmasın onları. Allah bütün şəhid analarına səbir versin. Qazilərimizə can sağlığı versin. İtkinlərimizin də tapılmasında özü onlara yardımcı olsun. Amin. Heç ananın gözü yolda qalmasın. Amin. Çox sağ olun. Bəli. Allah köməyiniz olsun. Hər birimizin bu bayram niyyətində bir niyyətimiz oldu. Müharibə olmasın, analar ağlamasın, körpələr yetim qalmasın. Və bu şəhidlər seçilmişlər, sevilənlərdir. Əbədiyyən yaşayanlardır. Biz bu dünyadan köçüb gedəcəyik, şəhidlərimiz isə əbədi yaşayacaq. Əbədi yaşasınlar. Tarix yazdılar. Onlar qanları ilə, canları ilə tarix yazdılar. Ac qaldılar, suz qaldılar. 3 gündən oruc tutdular. Su tapmadılar, dodaqlarına vuralar. İmam Hüseynin müsibətini onlar bizim bu Qarabağ şəhidlərimiz çəkdilər. Həqiqətən Kərbəla müsibətini çəkdilər. Allah onların məqamlarını ucalardan uca eləsin. İmam Hüseynin ayrı salmasın. Biz şəhid analarına da Allah səbir versin. Qalan balalarımızı yerində bərqərar eləsin. Saf canlarını versin. Onları bizə çox görməsin. Da biz şəhid anaları sızlatmasın. Amin. Çox sağ olun. Amin. Allah köməyiniz olsun. Nə yaxşı ki varsınız, nə yaxşı gəlib yad edirsiniz. Siz sağ olun. Bizi doğmalaşdıran, bizi birləşdirən şəhidlərin qoyruğu şad olsun. Çünki o şəhidlər olmasaydı, biz Azərbaycan bu qədər doğmalaşmazdıq və biz sizi tanımazdıq. Şəhidlər üçün gəlmişik. Məqamınız uca olsun, əziz şəhidlərim. Qoy bir daha Azərbaycan torpağına qan tökülməsin, müharibə olmasın. Sülh, əmin-amanlıq, hökm. Amin. Allah canınızı salamat eləsin. Üstünü simendil çöktü gitti. Üstünü örtmedi gitti. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bizlərə sağ can versin. Allah bizə peşmansız göstərməsin. Allah rəhmət eləsin. Sağ olun. Allah qəbul eləsin. Allah qəbul eləsin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Allah şəhidimizin də mövludun cənnətdən mübarək eləsin. Can versin. Amin. Amin. Gözəl gündür, müqəddəs gündür. Həm də bugün ahiyyədir. Ən gözəl, ən şərəfli gündür. Allah şəhidlərimizi rəhmət eləsin. Amin. Onların ruhları bizə duaçı olsun. Amin. Sağ ol əziz. Amin. Sağ ol. Amin qardaşım, Allah can sağlığı versin hər birisinə. Bu belə bir tədbirləri təşkil eləmək gözəl bir şeydir. Azərbaycana, ümumiyyətlə dünyaya, türk dünyasına bir fəxrdir belə bir yığıncaqlar, belə bir tədbirlər. Nə qədər çox olsa, bir o qədər gənc nəslimiz üçün örnəkdir. Mənəvi ruh yüksəkliyi yaşayırlar.
Allah hamımızdan razı olsun. Təşəkkür edirəm. Bir şəhid qardaşımı bunu borcudur mənə demək. Bu şəhid şeyxin qardaşıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Özü də vətənpərvər oğlandır. Hər zaman şəhidlərimizi paylaşır. Dünya səviyyəsində belə. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah qardaş sizə səbr versin. Sağ Təşəkkür olun. edirəm. Sağ olun. Allah razı olsun. Sağ ol. Əziz qardaş, bir şey nəzərinizə çatdırım. Şəhid şeyximiz rəhmətə gedəndən sonra Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bax, bu iki qardaşlar bu evdən bir saniyə belə uzaqlaşmır. Bax, buranın hər bir işində, əziz qardaş, Bəli. şeyxin qardaşıdır. Bəli. Qardaşıyam mən. Bunlar ikisi də mənim həqiqətən can yoldaşlarımdır. Bunlar bu həyatdan əsir olmadılar. Bu şəhiddən sonra, şəhidimiz şəhid olandan sonra bunlar da şəhidin anasının balaları olublar. Allah ömürlərinə bərəkət versin. Bu böyük mən də laf balaca oldu. Çox sağ olun. Allah hamımızdan razı olsun. Təşəkkür edirəm. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah bütün şəhidlərimizə Hər rəhmət kəs, eləsin, hər məşəlləri kimsə uzaq olsun. şəhidə dəyər verirsə, sağ olsun. Allah onu Azərbaycan uzaqlar, bəli. bizim də borcumuzdur. Bizim borcumuzdur yerinə yetirmək. Bəli. Allah onun məqamını verər. Sağ olun. Bəli. Allah rəhmət eləsin bütün şəhidlərimizə.